Əlbəttə, danışacağım məsələ onsuz da sizə aydındır. Bəlkə də çoxlarınız deyə bilərsiniz ki, bildiyimiz proseslə bağlı bu qədər geniş izahata nə ehtiyac var? Haqlısınız, amma hər halda mən bir hökumətin öz vətəndaşlarını necə barmağına doladığını, insanları lox yerinə qoyub, bu riyakar siyasətin hansısa strateji məqsədlərlə bağlı olduğunu 6 il dövriyyədə saxlayırsa, ondan danışacağım. Deməli, söhbət müthiş inzibati siyasi cinayətlər seriyasından gedir. Bunu da anlamağınız vacibdir. Covid-19 pandemiyası 2020-ci ildən etibarən bütün dünyada sərt tədbirlərin tətbiqinə səbəb oldu. Karantinlər, sərhəd bağlanmaları və uçuş məhdudiyyətləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrildi. Lakin 2026-cı ilə gəldikdə dünyanın bütün ölkələri artıq bu pandemiyanı adi respirator xəstəlik kimi idarə edir, sərhədləri açıb, sosial və iqtisadi fəaliyyətləri əvvəlki səviyyəyə qaytarıblar. Bu kontekstdə Azərbaycanın uzun müddət quru sərhədlərini bağlı saxlaması həm daxildə, həm də beynəlxalq aləmdə diqqət çəkir. Rəsmi açıqlama pandemiya səbəbilə karantin rejiminin uzadılmasıdır. Lakin beynəlxalq müqayisə göstərir ki, bu argument kifayət qədər inandırıcı deyil. Ukrayna müharibə vəziyyətindədir, lakin sərhədlər mülki keçidlər üçün açıqdır. Rusiya və İran regional gərginliklərə, şiddətli müharibələrə baxmayaraq sərhəd keçidlərini açıq saxlayıblar. Suriya kimi uzun müddətli daxili konflikti olan ölkələrdə belə sərhəd keçidləri işləyir. Bu müqayisələr göstərir ki, rəsmi təhlükəsizlik argumenti zəifdir. Daha doğrusu, yarım rəsmi təhlükəsizlik argumentləri zəifdir, inandırıcı deyil və ciddi riyakarlıq elementləri ilə zənginləşdirilmiş izahatdır. Belə olan halda bəlkə sərhəd bağlılığının arxasında iqtisadi, siyasi, inzibati və geosiyasi motivlər ola bilər. Bəlkə belə motivlər var və bizim xəbərimiz yoxdur, anlayışlarımız yetərli qədər deyil. Azərbaycanın quru sərhədlərinin bağlı qalması iqtisadi baxımdan bir neçə cəhətdən maraqlı nəticələr yaradır. Əsas məqsəd bazarın mərkəzləşdirilmiş idarəsi və rəqabətin minimuma endirilməsidir. Bağlı sərhəd şəraitində kiçik ticarətçilər və fərdi idxalçılar imkanlarını minimuma endirməyə məcburdular və yaxud onların imkanları onsuz da bağlı sərhədlər fonunda minimuma enir. Məsələn, qonşu Gürcüstan və İranla sərhədlərdə kiçik səfərlər vasitəsilə gətirilən qida, elektronika və tikinti materialları artıq demək olar ki, yoxdur və mümkün deyil. Böyük şirkətlər bazarda üstünlük əldə edir, kiçik rəqiblər isə əngəllənir. Valyuta axını üzərində nəzarət artır, çünki insanlar ucuz alış-veriş üçün qonşu ölkələrə gedə bilmir. Daxili bazar stabil qalır, dövlət adından çıxış edən ailə şirkətləri isə ixal-ixrac balansını daha asan idarə edir. Böyük ixal-ixrac şirkətləri və dövlətə əlaqəli firmalar əsasən rəsmi, mərkəzləşdirilmiş gömrük kanalları yaxud da gömrük mafiyası adlandıra biləcəyiniz kanallar vasitəsilə fəaliyyət göstərir. Bu isə iqtisadi monopoliyanı gücləndirir, həm də valyuta axınını nəzarətdə saxlamağa xidmət edir. Karantin və sərhəd bağlılığı dövlət yaxud da dövlət adından çıxış edən mafiya üçün idarəetmə aləti funksiyasını daşıyır. Bu mexanizm vasitəsilə sərhəd hərəkəti məhdudlaşdırılır, ixal-ixrac prosedurları sərtləşdirilir, bəzi hallarda ya da elə əksər hallarda prioritet kanallar yaradılır. Pandemiya dövründə tətbiq olunan hüquqi mexanizmlər uzun müddət saxlanıldıqda daxili klanlar dövlət strukturları vasitəsilə sərhəd və gömrük üzərində əlavə nəzarət imkanına malik olurlar. Bu, həm fövqəladə vəziyyət aləti, həm də iqtisadi və inzibati üstünlük təmin edir. Bağlı sərhəd və karantin rejimi rəsmi hüquqi mexanizm kimi fəaliyyət göstərir. Bu mexanizm dövlət strukturlarına sərhəd idarəsi, gömrük və logistika sahələrində əlavə səlahiyyətlər verir. Beləliklə, mövcud fövqəladə rejim
idarəetməni sadələşdirir, dövlət qurumlarına qərar qəbulunda özbaşınalıq sayılacaq qədər çeviklik və mərkəzləşdirilmiş nəzarət imkanları yaradır. Pandemiya artıq bitmiş olsa da idarəetmədə əlavə üstünlükləri təmin edir. Bir də geosiyasi motivlər varmış, regional risklərin minimallaşdırılması adı ilə Azərbaycan vətəndaşlarının beyninə soxuşdurulur belə bir yalan. Rəsmi argumentlər belədir ki, Azərbaycan Cənubi Qafqazda strateji mövqeyidədir və qonşu ölkələrlə mürəkkəb siyasi-iqtisadi münasibətlərə malikdir. Sərhəd bağlılığı yalnız pandemiya tədbiri kimi təqdim olunsa da, əslində regiondakı risklərin və qeyri-rəsmi axınların idarə olunması üçün əlavə alət rolunu oynayır. Elə buradaca bu məsələyə ironik də olsa bir gerçəyi əlavə edim. Bəylər və xanımlar, hörmətli izləyicilər, bir dəfəlik yadınızda saxlayın. Bu dünyada strateji, coğrafi, siyasi mövqeyi olmayan heç bir ölkə yoxdur. Yer kürəsini buraxın, hətta yaxın kosmos belə kosmik tədqiqatları üst səviyyədə inkişaf etdirilmiş dövlətlərin elmi və ya elmi siyasi maraqları daxilinə alınıb. Yer kürəsində isə elə bir nöqtə yoxdur ki, elə bir coğrafi koordinat yoxdur ki, onun geosiyasi əhəmiyyəti olmasın. Azərbaycan strateji mövqeydədir. Tranzit kimi əhəmiyyəti fövqəl dərəcədə yuxarıdır. Nə bilim, Azərbaycan olmasa İpək yolu bezə dönər, qumaş xətti dağarcığa çevirilər kimi nağıllar isə özündən hoqqa çıxaran politoloqların əbləhlik seriyasından uydurmalardır. O baxımdan ki, bir daha təkrar edirəm, bu dünyada strateji əhəmiyyəti olmayan heç bir ölkə yoxdur. Bütün ölkələrin bəşəri sterilizasiya və ya planetar iqtisadi maraqlar baxımından müstəsna coğrafi siyasi əhəmiyyəti var. Bu gerçəyi unutmayın və davam edək. Rəsmi argumentləşdirmə prizmasından Azərbaycanın qonşu ölkələrlə sərhəd əlaqələrinə baxaq. İranla sərhəd uzun və aktivdir. Burada həm rəsmi ticarət, həm də qeyri-rəsmi hərəkətlər mövcuddur. Bağlı sərhəd bu axınlara nəzarəti mərkəzləşdirir. Rusiya ilə sərhəd həm ticarət, həm də tranzit yük daşımaları üçün strateji əhəmiyyət kəsb edir. Açıq sərhəd vəziyyətində bu hərəkətlərin tam nəzarətini təmin etmək çətindir. Ermənistanla sərhəd hərəkətləri uzun müddət regional konfliktlərin fonunda həssasdır. Bağlı sərhəd qeyri-rəsmi axınları minimuma indirir. Diqqət edin, saydığımız bu ölkələrin hamısının ya sərhədləri hamı üçün açıqdır, ya da Ermənistan kimi qapalı istiqamətləri də açmaq üçün əldən dildən gedir. Üstəlik, rəsmi argumentasiyada Gürcüstan bu siyahıya daxil edilmir. Çünki argumentlər burada daşa dirənir. Adi, saxtalaşdırılmış məntiq bu sektoru əhatə edə bilmir, amma Gürcüstanla da sərhəd qapalıdır. Yenə də rəsmi və saxtalaşdırılmış argumentasiya regional iqtisadi axınların mərkəzləşdirilməsini ciddi əsaslandırma kimi irəli sürür. Bağlı sərhəd qonşu ölkələrlə ticarət və yük daşımalarını rəsmi, mərkəzləşdirilmiş kanallar vasitəsilə həyata keçirməyə imkan verir. Qeyri-rəsmi və paralel kanalların sayı azalır, həm iqtisadi, həm geosiyasi risklər minimuma indirilir. Regional sabitliyin qorunması və nəzarət yalanı üzrə deyilir ki, Azərbaycanın strateji tranzit yolları və enerji kəmərləri mövcuddur. Sərhəd bağlılığı bu infrastrukturun təhlükəsizliyini dolayısıyla təmin edir. Kənar hərbi və iqtisadi təsirlərdən qorunmaq üçün sərhəd bağlılığı əlavə təhlükəsizlik qatını yaradır. Öz vətəndaşlarının sərbəst hərəkətlərinə tüpürmək qədər aşağılıq münasibəti gizlətməyən rəsmi açıqlama, qeyri-rəsmi hərəkətlərin və sosial axınların məhdudlaşdırılması istiqamətində ərz edir ki, regional miqrasiyalar, fərdi və ya kiçik ticarətçilərin sərhədləri keçməsi, humanitar və sosial axınlar ölkə üçün potensial risk mənbəyi sayılır. Bağlı sərhəd bu axınları mərkəzləşdirilmiş və nəzarət olunan kanallara yönləndirir, həm iqtisadi, həm inzibati, həm də geosiyasi üstünlük təmin edir. Bu, nəzarət olunan kanallara yönləndirir kimi əbləh argumentlərə diqqət edirsinizmi? Çünki Azərbaycanlılar qurund suları kimi bir kütlədir və hökumət də meliorasiya sistemidir ki, onu nəzərdə tutulan plan üzrə istədiyi səmtə axıtmaqla hərzə-hərzə izahatlar verir. Sanki belədir.
Beləliklə, geosiyasi motiv yalnız pandemiya tədbiri deyil, sərhəd bağlılığı, Azərbaycan üçün regiondakı risklərin minimallaşdırılması, strateji tranzitlərin qorunması və qonşu ölkələrlə iqtisadi-siyasi balansın idarəsi kimi sarsaq və əclafcasına yalançı funksiyaları da yerinə yetirir. Bəs kim faydalanır bu əclafcasına qərarın icrasından? Böyük idxal-ixrac şirkətləri rəqabətin azalması nəticəsində bazarda üstünlük qazanır. Böyük idxal-ixrac şirkətləri Azərbaycanda kimə məxsusdur? Şübhəsiz, Azərbaycanlılar o qədər avam deyirlər ki, bu potensialın Əliyev ailəsinə məxsus olduğunu bilməsinlər. Dövlətlə əlaqəli, daha doğrusu dövlət adından işlədilən firmalar və mərkəzləşdirilmiş logistika operatorları sərhəd kanalları üzərində nəzarəti mərkəzləşdirir. Bunların da Əliyev ailəsinə məxsus olduğunu hamı bilir. Dövlət strukturları və gömrük idarəsi hüquqi mexanizmlərdən sui istifadə edərək sərhəd hərəkətini və ticarət axınlarını idarə edir. Şübhəsiz ki, cəmiyyətdə və beynəlxalq mühitdə sərhəd bağlılığı pandemiya arqumenti ilə kifayət qədər inandırıcı görünmür. İnsanlar görürlər ki, sərhədləri açıq saxlayan ölkələrdə də ciddi münaqişələr və regional risklər mövcuddur. Bəzi vətəndaşlar və jurnalistlər sərhəd bağlılığını iqtisadi və siyasi monopoliyaya xidmət edən mexanizm kimi doğru olaraq qiymətləndirirlər. Analitik yanaşmalar göstərir ki, qərarın rəsmi açıqlamadan fərqli olaraq bu məkirli qərarın arxasında gizlənən strateji hesablamalar və merkantil iqtisadi maraqlar var. Bu siyasi riyakarlıq, bazar üzərində nəzarət və idarə etmədə mərkəzləşmə kimi tənqidləri haqq edir. Bəs niyə baş nazir Əli Əsədovu ildə 4 dəfə bu riyakar sərəncamı update etməyə məcbur edirlər? Çünki o heç kimdir, kukladır, oyuncaqdır, oyuncaqdan da ironikdir, məmur ləyaqəti və insani qüruru dəfn edilmiş tipik bir diktatura əlavəsidir. Əslində, Azərbaycanın problemi nə pandemiyadır, nə pandemiya uydurmasıdır, nə də bu adlarla tətbiq edilən ictimai həqarətdir. Ən böyük pandemiya, epidemiya, ictimai həqarət Azərbaycan dövlətinin bu qədər kirli və iğrənc məqsədlərə tabe etdirilməsidir. Əli Əsədov isə heç kimdir, kolların kosu, yolların tozu da deyil. Baş nazir, yox bir kəlləpaça. Nəhayət bu kəlləpaçaların Azərbaycana təkcə bir sərəncam serialı ilə yaşatdığı pandemiya saxtakarlığını müqayisə üçün bir faktı əlavə etməyə ehtiyac görürəm. Azərbaycanda pandemiya ilə bağlı xüsusi karantin rejimi 2206 gündür davam edir. Birinci Dünya Müharibəsi 1567 gün, İkinci Dünya Müharibəsi isə 2193 gün davam edib. Azərbaycanda da xüsusi karantin rejimi belə davam edir. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, sanitar epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli qərarı ilə təsdiq edilmiş yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi yaxud yayılması təhlükəsi yarandıqda karantin təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi qaydalarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarı alır. 1. Koronavirus COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadlarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-a qədər uzadılsın. 2. Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarının mötərizədə Azərbaycan Respublikasının qanunvericilik toplusu vergül 2020 vergül nömrə 9 maddə 1209 mötərizədə cild 1
2024 nömrə 3, virgül, maddə 38, virgül, nömrə 6, ikinci kitab, maddə 732, virgül, nömrə 9, virgül, maddə 1103, nömrə 12, mötərizədə ikinci kitab, maddə 1450, nöqtəli virgül, 2025, virgül, nömrə 3, maddə 295, virgül, nömrə 4, virgül, maddə 600, virgül, nömrə 9, virgül, maddə 875, virgül, nömrə 12, ikinci kitab mötərizədə, maddə 1252, 1.1-ci bəndində aprel sözü iyul sözü ilə əvəz edilsin. Artur Rəsulzadə sözü Novruz Məmmədov sözü ilə Novruz Məmmədov sözü Əli Əsədov sözü ilə əvəz edilsin və salam. Bəs hanı o təhlükəsizlik maddələri? Bakı şəhəri 16 mart 2036-cı il nömrə 800. Başınıza 800 dəfə daş düşsün.